Tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İlk olaraq Qoç bürcündən başlayaq. Qoç bürcü üçün bu həftə sonu olduqca enerjili və hərəkətli görünür. Qarşınıza çıxacaq yeni imkanlar planlarınızı gözləmədiyiniz dərəcədə müsbət istiqamətə dəyişə bilər. Əgər sizə maraqlı bir təklif edilərsə, onu dərhal rədd etməyə tələsməyin. Bəzən ən gözəl hadisələr məhz planlaşdırılmamış anlarda baş verir. Yeni tanışlıqlar, qısa səyahətlər və ya şəxsi layihələrə başlamaq üçün münasib zamandır. Öz gücünüzə inanın və qarşınıza çıxan fürsətləri dəyərləndirin. Xəçəng bürcü üçün həftə sonu rahatlıq və xoş ovqat vəd edir. Son günlərin yorğunluğunu geridə qoyaraq özünüzə vaxt ayırmaq üçün əlverişli fürsət yaranacaq. Gözlənilməz hədiyyə, xoş xəbər və ya maliyyə baxımından sevindirici bir yenilik əldə edə bilərsiniz. Alış-veriş etmək, ailənizlə vaxt keçirmək və sevdiyiniz məşğuliyyətlərə vaxt ayırmaq sizə müsbət enerji verəcək. Həyatın kiçik sevinclərinin qədrini bilin. Ox atan bürcü üçün uğurlu bir həftə sonu görünür. Kiçik görünən bir uğur belə sizə böyük motivasiya qazandıra bilər. Aldığınız tərif, dəstək və ya xoş sözlər özünüzə olan inamı artıracaq. Səfərlər və görüşlər uğurlu keçə bilər. Uzun müddətdir arzuladığınız bir məqsədə yaxınlaşmaq şansınız da yüksəkdir. Öz potensialınızı göstərməkdən çəkinməyin. Dolça bürcü üçün emosional baxımdan müsbət dəyişikliklər gözlənilir. Üzlənilməz bir mesaj, səmimi söhbət və ya uzun müddətdir görüşmədiyiniz biri ilə əlaqənin bərpası mümkündür. Bəzi insanlar üçün romantik tanışlıq ehtimalı da yüksək görünür. Hisslərinizi gizlətməyə, əvəzinə açıq və səmimi davranmağa çalışın. İnsanlarla ünsiyyət sizə yeni ilham və müsbət enerji qazandıra bilər. İndi isə digər bürclərin həftə sonu proqnozuna nəzər salaq. Buğa bürcü üçün əsas tövsiyə tələsməməkdir. Hər işi düşünərək və planlı şəkildə görmək daha yaxşı nəticə verəcək. Ev işləri, maliyyə planlaması və gündəlik qayğılarla məşğul olmaq faydalı olacaq. Sakitlik və nizam sizə rahatlıq gətirəcək. Əkizlər bürcü üçün ünsiyyət ön plana çıxır. Dostlarla görüş, maraqlı söhbətlər və yeni məlumatlar əldə etmək mümkündür. Yeni ideyalar gələcək, planlarınıza müsbət təsir göstərə bilər. Çir bürcü üçün özünü göstərmək və yaradıcılıq baxımından uğurlu günlərdir. Bacarıqlarınızı nümayiş etdirmək və yeni layihələr barədə düşünmək üçün münasib vaxtdır. Müsbət münasibət sizə yeni qapılar aça bilər. Qız bürcü üçün diqqət və məsuliyyət ön planda olacaq. Yarımçıq qalan işləri tamamlamaq, gələcək planları dəqiqləşdirmək və vacib qərarları sakit şəkildə vermək faydalıdır. Tərəzi bürcü üçün ailə və yaxın münasibətlər daha çox əhəmiyyət daşıyacaq. Sevdiklərinizlə birlikdə keçirdiyiniz vaxt sizə mənəvi rahatlıq gətirəcək. Köhnə inciklikləri aradan qaldırmaq üçün əlverişli zamandır. Əqrəb bürcü üçün daxili güc və qətiyyət ön plana çıxır. Məqsədlərinizə doğru inamla addımlayın. Sakit və düşünülmüş qərarlar uğur qazanmanıza kömək edəcək. Oğlaq bürcü üçün planlı hərəkət etmək daha məqsədə uyğundur. Eləcə hədəflərinizi nəzərdən keçirin və prioritetlərinizi müəyyənləşdirin. Səbriniz müsbət nəticələr verə bilər. Balıqlar bürcü üçün isə yaradıcılıq və intuisiya güclənəcək. Sevdiyiniz işlərlə məşğul olmaq, istirahət etmək və ruhunuzu dinləmək sizə yaxşı təsir göstərəcək. Beləliklə, həftə sonu bir çox bürclər üçün müsbət enerji, yeni imkanlar və xoş hadisələr vəd edir. Unutmayın ki, bürc proqnozları ümumi xarakter daşıyır və hər bir insanın həyatı fərqli şəkildə inkişaf edir. Videomuzu bəyəndinizsə bəyənməyi, kanalımıza abunə olmağı və yeni videoları qaçırmamaq üçün bildirişləri aktiv etməyi unutmayın. Hər birinizə xoş, uğurlu və gözəl həftə sonu arzulayırıq.